Sizlərə bir məlumat vermək istəyirəm ki, bəzi insanlar var ki, baxıcılıq adıyla, nə bilim, ekstrasens adından səhnə arxasında olan insanlar və insanlara başlayırlar fırıldaq gəlməyə, insanların məlumatlarını alırlar və biz sizə yazı ilə baxış eləyirik. Alırlar, sonra da insanları şantaj eləyirlər. Belə insanlardan uzaq olun, əzizlərim. Bilin ki, bir insanın həyatını deyib. Yəni, ekstrasens adı nə deməkdir? Ekstra güc deməkdir. Yəni, bu Allahdan olmalıdır. Bu heç harda öyrədilib, yazılan bir şey deyil. Çünki Allah tərəfindən insana verilməlidir və insan Allah tərəfindən insana bir güc gəlir. Güc, qüvvət Allaha malikdir və o güc, qüvvətin sahibi olan Allah o insana yol göstərir və sən kiməsə kömək eləyə bilirsən. Bəsirət gözü açıqdır deyim, belə bir şey. Yəni, bəsirət gözü, mənim hətta bəsirət gözüm açıqdır. 6-cı hissim, 3-cü gözüm vergili bir insanam. Necə? Uşaqlıqdan olan bir vergidir məndə. Uşaqlıqdan olan bəzi hisslərim var idi. İnsanlar baxdılar ki, yanımda, böyrümdə olan insanlar baxdılar ki, məndə qeyri-adi bir şeylər var. Və bununla başa gəldi, çıxdı, mən bu sahəyə gəldim, çıxdım. Yəni, əzizlərim, o insanlara inanmayın ki, sizə pərdə arxasında sizin adınızı, ana adınızı və yaxud da sizin şəkillərinizi alıb sizi başlayacaq şantaj eləməyə, sizə pis sözlər beyninizə yığırlar. Bu insanlara inanmayın. Həqiqətən də bunlar dəladuzlar, fırıldaqçılardır. Tanıdığım bir insanlar var ki, inanırsınız. Tanıdığım bir insanlar var ki, indi başlayıblar fırıldaqçılıqla başlayıblar baxıcılıq eləməyə. Yəni, mən yazı ilə və yaxud da dilağız bağlayırlar və yaxud da kiminsə taleyini, nə bilim, bilmirəm da, belə çox belə biabırçılıqdır, həqiqətən də. Belə bir şeylərə inanmayın, sizlərə bilgi verirəm. Həmişə də mən öz izləyicilərimə, takipçilərimə bilgi verirəm ki, bilginiz olsun. Bu iş, bu sənət Allahdandır. Yəni, mən inanırsınız, heç bir vasitədən istifadə eləmirəm. Əgər bu gücün, qüvvətin varsa, hansı bir vasitədən istifadə edə bilərsən? Çünki bu oxunub öyrənən bir sənət deyil. Yəni, insanlara elə kömək eləyə bilirəm və görürəm, Allahın möcüzələrini görmüşəm, çox görmüşəm. Allaha malikdir möcüzələr, güc, qüvvət Allaha malikdir. Yəni, həqiqətən də belə insanlara inanmayın. Yəni, ehtiyatlı olun, çox ehtiyatlı olun, əzizlərim. Bugün bu videomu paylaşmaqda, çünki mən görmüşəm, mənə zəng eləyirlər, Fərqan xanım, bizi allatdılar. Və yaxud da deyirlər, 1000 dənə hoqqalar çıxardılar özlərindən ki, sizi şantaj eləyəcəyik, nə bilim nə, biz qorxuya düşmüşük. Həqiqətən də bunun əsnasında bir videonu çəkirəm ki, hər kəsin məlumatı olsun, ehtiyatlı olun, şəklinizi paylaşmayın. Özünüz haqqında məlumatlarınızı paylaşmayın bilmədiyiniz insanlara. Bax, mən sosial şəbəkədə yerim də bəllidir, işlədiyim yerim də bəllidir. Hər kəs bilir ki, mən harada işləyirəm, kiməm, nəçiyəm, bilmədiyiniz insanlara məlumatlarınızı verməyin.